Salam əziz izləyicilər. Bugünkü mövzumuz qadın sağlamlığı ilə bağlı çox vacib bir məsələdir. Qonağımız mənim həmsöhbətim Əliyeva Solmaz, cərrah və mama ginekoloqdur. Xoş gəldiniz, Solmaz xanım. Doktor, HPV peyvəndində yaş məhdudiyyəti varmı? Deməli, HPV peyvəndinin vurulma qaydaları var. 9-14 yaş arası biz 2 doz olaraq tətbiq eləyirik. 14 yaş üstü artıq 3 doz olaraq tətbiq eləyirik. Və HPV peyvəndini vurmaq üçün illədə mütləq biz bu virusa yoluxmalı deyilik. Əksinə, öncədən vurmalıyıq ki, həyat boyu özümüzü bu virusdan xilas edək. Yəni çox da rahat vura bilərlər. Artıq qardaşil 9 peyvəndi ki, bizim bu sadaladığımız kimi ki, ən təhlükəli xərçəng yaradan növlərinin tamamilə qarşısı alır. Bu tək qadınlara tətbiq olunmur. Gənc yaşdan qızlarımıza və oğlanlarımıza da bunu rahat vura bilərik. Çox gözəl. Bəs bu belə deyək də, yoluxduqdan sonra bu virusa peyvənd vurmaq olarmı? Əlbəttə vurmaq olar. Çünki biz sayırıq orada HPV-nin tipləri var. Bizim vurduğumuz peyvənd onun bir çox tipinin qarşısını alır. Zaten biz əgər bu yoluxubdursa onun hansı tip olduğunu, maddəsini tətbiq edirik. Amma yenə də mütləq HPV peyvəndini 3 doz şəklində biz vurmalıyıq. Mütləq. Mən çox istərdim bir də hansı məqamlara toxunaq. Məsələn üçün məktəbli deyək ki, qızlarda adətlə bağlı bəzən gecikmələr olur. Bəzən bu valideynlər buna məsuliyyətsiz yanaşırlar. Bəzən də olur ki, bu gələcəkdə fəsadlara gətirib çıxara bilər, özünüz bilirsiniz. Amma hər zaman belə olmaya bilər. Yəni adətən qorxuduruq ki, uşaqlar bu sizdə sonsuzluq yarada bilər və s. Amma bəzən bu belə olmaya da bilir. Bu nədən bağlıdır? Yəni necə izah edərdiniz bunu? Burada hansı məqamlara üstünlük vermək lazımdır? Belə olan təqdirdə siz hansı analizləri götürürsüz, hansı məsləhətlər verirsiniz? Bir də onunla bağlı bir danışaq. Adət görməyə başlayan qızlarımız artıq analar mütləq diqqət eləməlidir. Düzdür, indi maşallah biz bilgilər çox veririk. İndiki uşaqlarımızın bilgisi də yaxşıdır, amma mütləq bunları izləmək lazımdır. Əlbəttə ki, ilk başlayanda adət görməyə müəyyən vaxtlar düzənsizliklər normal ola bilir. Bəzən arada adət görməyə bilirlər, amma bunu əlbəttə ki, normaldır deyib biz üstündən keçməməliyik. Mütləq bir ginekoloji müayinə məsləhət görürük. Bəzən ola bilər ki, hormonal səbəblər olsun, bəzən ola bilər ki, anatomik səbəblər olsun. Biz bunu aradan qaldırmalıyıq. Yəni gözləmək lazım deyil ki, bu yeni adət görür, düzənsizliklər normaldır. Ondan sonra içimiz rahat olaraq, yəni ki, davam edirik həyatımıza. Solmaz xanım, demək dediniz ki, müayinələrdən keçmək mütləqdir. Burada hansı müayinələr olur? Mən bildiyim qədərilə biz burada endokrinoloji müayinələr də aparırsınız, düzdürmü? Yəni biz hormonlara baxırıq. Əgər bu qızlarımızdakı yumurtalıqdan salgılanan hormonlarsa, yəni qadınlıq hormonları ilə bağlıdırsa, onun əlbəttə ki, müalicəsini biz edirik, amma hər dəfə bu olmur da. Yəni biz endokrin hormonlara da baxırıq. Belə olanda mütləq bir endokrin doktoru ilə bərabər biz bunu bərabər götürürük. Bir də mən nə məsləhət görərəm valideynlərə? Qız uşaqların gigiyenik qaydalara daha düzgün diqqət etməsi. Çünki yəni ki, biz mütləq ginekoloqa ailə qurandan sonra və yaxud da müəyyən yaşdan sonra, cinsel həyatdan sonra getməməliyik. Ona görə burada iş biraz analara düşür. Sonra məsələn bu adət dönəmlərin başlamasından öncə bu uşaqlarda fiziki baxışları analar eləməlidir. Məsələn, burada süd vəzi düzgün inkişaf eləyirmi? Mənim qızımın bədənində tüklənmələr düzgün gedirmi? Bunlar hamısı simptomlardır əlbəttə ki. Ona görə bunlara valideynlər diqqət etməlidir. İndi maşallah dediyim kimi mediada, hər yerdə, yəni bundan haqqında çox ətraflı məlumat var və bunlara diqqət etməmiz bizə nə qazandırır? Zamanda düzgün diaqnoz qoymaq. Tamamilə doğrudur. Əslində deyərdim ki, indiki qızlar özləri çox məlumatlıdırlar. Hətta tibb sektorunda oldu, olmadı, həqiqətən də özləri maraqlanırlar. Hətta mən deyərdim ki, biraz da görəndə ki, müəllimin bununla bağlı, məsələn ki, mən təhsil sektorundan bilirsiniz, müəllimin bununla bağlı hər hansı bir məlumatı olanda ona daha çox suallar ünvanlayırlar. Hətta mən bəzən elə şagirdlər olur ki, bildirirlər ki, biz bu söhbətləri evdə valideynlərlə apara bilmirik, sizinlə çox rahat aparırıq. Təbii ki, bu biraz da ondan qaynaqlanır ki, mən onlara tibbi məlumatlar verdiyim üçün, çünki hər valideyn bunun haqqında məlumatlı olmaya bilər. Bəzən də olur ki, çox vacib bir məqamlardan biri, bəzən valideynlər qızlarla belə söhbəti qapalı bir şəkildə aparmaz. Amma əslində bu doğru deyil. Yəni ki, hər şey açıq şəkildə, əgər sizin hər hansı bir tibbi sahədə məlumatınız yoxdursa, bu bir başqa məsələ. Yəni bildirə bilərsiniz ki, həkimə müraciət edə bilərik. Amma bu söhbəti tamamilə qapatmaq və onun üzərinə getməmək, belə deyək də, qapalı bir şəkildə saxlamaq əslində doğru deyil. Zaten onlar gedib maraqlanacaqlar, soruşacaqlar. Ona görə də yaxşı olardı ki, bugünkü dövrdə, gündə
analarımız da bizim, qadınlarımız da məlumatlı Əlbəttə. olmalıdır ki, onlar öz övladlarına da həmin məlumatı ötürə bilsinlər. Ötürə bilsinlər. Çünki qadın özü hələ ki PAP nədir, HPV nədir, onlar haqqında məlumatı yoxdursa və bir qədər də məsuliyyətsiz yanaşırsa ki, haçansa gedərəm yoxlatdıraram. Təbii ki, o məsuliyyəti özü də hiss etməyəndən sonra övladına da onu ötürə bilməyəcək, onun ciddiliyini anlada bilməyəcək. Ona görə də bugünkü gündə biz həm paralel olaraq qadınlarla, həm də gənc qızlarımızla bunu Əlbəttə. paralel olaraq aparmalıyıq ki, onlar məsələn ananın bilmədiyi halda mənim bugünkü yəni gündəm əsas məqsədim də odur ki, gənc qızlarımız artıq bunu izləyəndə başa düşsünlər ki, onlar artıq bunlarla maraqlanmalıdırlar. Mütləq də ailə qurmağı gözləmək lazım deyil. Yəni gənc Aynen. yaşdan qızlarımız bu peyvəndi vurdurmalıdır və həyat boyu özünü xərçəngdən xilas etməlidir. HPV hər zaman mı xərçəngdir? Əlbəttə yox. Dediyimiz kimi onun bəzi tipləri var ki, təhlükəsizdir, amma maalesef ki, onun çox təhlükəli tipləri var. Əsas da bayaq mən bildirmişdim. Buna görə mütləq HPV aşısını etdirməliyik. Salmaz xanım, bir məqama da toxunmaq istəyirdim. Qızlarımızda bilirsiniz ki, müəyyən bir yaş dövrlərində onlarda kökəlmələr baş verir, bədənlərində artıq yəni fiziki dəyişilmələr baş verir və bəzən olur ki, onlar bundan özlərini kompleks hiss edirlər. Təbii ki, bu hormonal dəyişikliklərlə bağlıdır və mən çox istəyərdim ki, siz bu məqamlara da toxunasınız. Çünki bizdə bununla bağlı maarifləndirmə çox zəifdir. Məsələn, mən çox istəyərdim ki, qızlar öz bədənlərini tanısınlar, özlərini sevsinlər, hətta öz bədənlərini sevərək müdafiə etməyi də bacarsınlar, heç bir manipulyasiyaya uğramadan. Bu çox önəmlidir və bununla bağlı açıqcası maarifləndirmə işləri çox zəifdir məktəblərdə, açığı deyim. Mən çox istəyərdim ki, bu məqamlara da biraz toxunaq ki, bəzi qızlar özlərində kompleks hiss etməsin. Məsələn, o dönəmlərdə deyək ki, süd vəzlərinin formalaşması baş verir, bədəndə olan müəyyən bir dəyişikliklər baş verir ki, bu onlarda müəyyən narahatçılıqlara səbəb olur. Səbəblərini bilmədikləri üçün. Hətta bəzi hormonal dəyişikliklər zamanı onlarda emosional yerləncəklər yaşayırlar. Qızlar gah ağlayırlar, gah gülürlər, gah özlərini qəribə hiss edirlər. Çünki tam hələ beyində o bədəni qəbul etmir, hələ tam formalaşmayıb. Ona görə biz onları mütləq bu sahədə bilgiləndirməliyik. Mən istəyərdim ki, siz bir həkim olaraq həmin zaman baş verən hormonal dəyişiklikləri izah edəsiniz ki, bu bədəndə hansı dəyişikliklər səbəb olur və onu normal qarşılamaq lazımdır. Mən bayaq da qeyd elədim ki, məsələn bizim valideynlər uşaqlara, gənc qızlar məsələn yeni adət dövründə onlara fiziki quruluşlarına fikir verməlidirlər. Məmə gelişiminə, qıllanma, tüklənməyə. Çünki bunlar da çox önəmlidir. Bəzən görürsüz ki, hər hansı bir hormonal problem olur. Bu əlamətlər ləngiyir və bizə gec qalırlar. O zaman biz onlara heç bir kömək eləyə bilmirik. Ona görə bunu erkən biz təsbit edəndə müəyyən hormonal səbəblərin diaqnozu düzgün qoyulanda biz bu uşaqlara kömək də eləyə bilirik. Bunun dışında da məsələn mən ən çox toxunmaq istədiyim nədir? Məsələn analardan, yəni gənc qızlarımızın yəni ki çox şeyə daha titiz məsələn diqqət etmək. Mən özüm də bir qız anası olduğuma görə, daha yaxşı anladığıma görə deyirəm. Yəni ki mütləq qız uşaqlarımızın həyatında bir idman növü olmalıdır. Sağlıqlı qidalanmalıdırlar. Çünki günümüzdə bilirsiniz, qidaların çoxsunun tərkibində hormonlar var. Sağlıqlı qidalanmalıdırlar. Gündə ən azı 2 litr ayda su içməlidirlər. Yəni buna valideynlər diqqət etməlidir. Çünki mən baxıram, diqqət edirəm, həddən artıq çox fast-food yeməklərini istifadə edirlər. Nə bilim, bu çöldə dönər olsun, şarm olsun, nəsə indi McDonald's olsun, sevənlər bəlkə bizdən. Amma bunların hamısı bu faktorlarda böyük bir rol oynayır. Yəni həqiqətən uşaqları az yaşdan biz öyrətməliyik ki, bunlar sağlıqlı qidalansınlar. Bax bu bizim bu bütün qızların bu dönəmində o qədər önəmli. Hətta da yəni oğlanlar və mən həmişə pasientlərə, yəni yanıma gələn gənc qızlara deyirəm ki, həyatınızda bir dənə sevdiyiniz bir idman növü olsun. Bu həm fiziksel olaraq, həm də ki onların özgüvəni olaraq onlara çox böyük psixoloji tərəfində götürsə, mütləq. Hər hansı bir musiqi növü ilə məşğul olsunlar, mütləq və adət dönəmindən sonra bütün kilo alınmaların hamısı əlbəttə ki, sırf ona bağlana bilməz. Bunun müəyyən səbəbləri var. Hormonal səbəblər ola bilər ki, biz onları endokrin doktora göndərir və yaxud da ginekoloji olaraq biz tərəfdən nə ola bilər? Məsələn, bizim ən çox kökəlmə, yəni kilo alma gördüyümüz polikistik ovar sendromudur. Burada necə olur? Kilo alırlar və necə bir kilo? Abdominal piylənmə deyirik, kişi tipində piylənmə və tüklənmə. Tüklənmə yəni ki, qadının vücudunda tük olmayacaq sahələrdə tüklərin görməyi. Bəzən məsələn üzülürük ki, bu dövrdə olsa çox gecikmiş halda bizə qızlarımız gəlir ki, hətta nə bilim bəzən o qədər tüklənmə görürlər, qarışdırırlar ki, görəsən buradan
nə olubdu, bu qız uşağıdımı, niyə bu qədər tüklənibdi? Yəni bunların hamısının qarşısını öncədən almaq olur. Ona görə burada analara da iş düşür və bizim gənc qızlarımıza da ki, onlar özlərini dərk etməyə bacarmalıdır. Burada ananın köməyi də yəni böyük rol oynayır. Ona görə mamalardan xahiş edirik ki, qızlarımıza hər zaman dəstək olun, yanlarında olun. Əslində çox düz vurğuladınız ki, bu fast food yeməklərinə bağlı onu nəyə görə deyəcəm? Çünki bir kimyaçı olaraq, bilirsiniz ki, mən bir kimyaçıyam. Hər zaman bu, yəni qımov saxlayan biz bilirik ki, yəni modifikasiya olunmuş maddələr saxlayan yeməklərə hər zaman o söhbətlərə toxunuram. Çünki kimya ümumiyyətlə həyat deməkdir də. Kimya həm yaşadığımız bu mühit, həm qidalanmamız, həm insan bədəni özü, proseslər, bunlar hamısı təbii ki, kimyadır. Və mən həqiqətən də bugünkü əslində bizim dərsliklərimizin bir üstünlüyü də ondan ibarətdir ki, orada toxunulur yeməklərlə bağlı və bu çox önəmlidir. Bəli, çünki yediyimiz yeməklərdəki həmin o dediyimiz maddələr bilavasitə uşaqların o gənc dövründə, yeniyetməlik dövründə olan inkişafına da çox təsir göstərir. Ona görə də biz sağlıqlı qidalanmaya mütləq yer ayırmalıyıq. Mən ümumiyyətlə düşünürəm ki, bununla bağlı hətta bir fən də tədris olunmalıdır vallah. Çünki bu ən önəmli bir məqamlardan biri sayılır. Bir nüansa toxunmaq istəyirəm. Bəzən bu adət gecikmələri olanda mamalar bizi qızlarını gətirəndə ilk sualları budur. Mənim qızım uşaq olacaqmı? Məncə biz bunu ən sona qoymalıyıq. Mənim qızımın sağlığı önəmli olmalıdır. Yəni mamalar birinci bunu düşünür. Yəni bizim yanımıza gələndə bu gələcək ailəsi üçün faydalı olacaq. Gələcək nəsil üçün faydalı əlbəttə ki olsun. Əlbəttə ki onlar da önəmlidir, amma biz uşaqlarımızı birincisi öz sağlığı üçün ginekoloqa gətirməliyik qız uşaqlarımız ki, mənim qızım necədir sağlığı, onun overləri necə işləyir, onun adətindəki bu şeylər qızımın sağlığına nə kimi zərərlidir. O digər məqamlar ikinci və ya üçüncü etaba qalmalıdır. Çünki bu qızları çox etkiləyir. Yəni biz qız uşaqlarımıza sırf bir doğurganlıq kimi baxmamalıyıq da. Onlar bizim gələcəyimizdir. Tamamilə doğrudur ki, əlbəttə ki biz yəni onlara həqiqətən də bir şəxsiyyət olaraq yanaşmalıyıq və dediyiniz məqamlar da çox önəmlidir. Məsələn, mən real кейslərdən yenə də danışacağam. Gənc qızlarda, məsələn üçün və yaxud məktəbli qızlarda belə problemlər yarandığı zaman soruşanda bir də görürsən ki, məsələn, analiz verəndə məlum olur ki, onun nə ginekoloji problemi var, nə başqa bir problemi var. Uşaqda insulin dirənci yüksəkdir. Bəli, bəli. Hətta gedib bir qədər də genetik səbəblərə çıxır, irsi səbəblərə çıxır və insulin direncinin yüksək olma səbəblərini məsələn araşdıranda da ona görə siz çox düzgün vurğuladınız ki, burada birbaşa ginekoloq yox, endokrinoloq da çox önəmlidir. Yəni bizdə daha çox birinci nəyə qaçırlar? Ginekoloqa. Halbuki səbəblər çox vaxt endokrinoloji olur. Məsələn, orada bildiyimiz kimi T3, T4, TSH bu endokrinoloji bütün hormonlar yoxlanılır, dediyimiz kimi insulin direnci yoxlanılır. Hətta bəzən səbəb elə olur ki, qətiyyən ginekoloji yox, sırf hormonal olur. Ona görə də biz onlara da çox diqqət yetirməliyik ki, burada hansı həkimə doğru birinci müraciət olmalıdır və kompleks şəkildə müalicə necə aparılmalıdır. Daha vacib bir məqam dediyiniz kimi, yəni sırf uşağı olsun deyə yanaşmaq. Ona görə birinci ginekoloqa gətirirlər. Endokrindən qabaq birinci bizə gətirirlər. O qədər cahil bir, həqiqətən çox cahil bir yanaşmadır. Bəlkə də izləyicilər indi məndən inciyəcəklər, çox cahil bir yanaşmadır. Bu sənin övladındır. Bəli, bu sənin övladındır. Sən birinci növbədə onun sağlamlığını düşünməlisən. Əlbəttə ki, sağlamlıq olduğu yerdə uşaq da dünyaya gətirəcək, övlad sahibi də olacaq, düzdürmü? Amma sırf birbaşa onu əsas götürərək həkimə müraciət etmək, ya səndə bu olmadı deyə və uşağı qorxutmaq ki, bu səndə sonsuzluq yaradacaq və psixoloji təsirlər göstərmək, zaten onun elə bir dönəmidir ki, emosional dönəmdir və o bunu qorxu kimi qəbul edir. Ona görə də mütləq bugünkü gündə maarifləndirmənin bir qolu da yönəlməlidir. Nəyə? Dediyimiz kimi qızların daha çox özləri haqqında, öz bədənləri haqqında, onlarda baş verən hormonal dəyişikliklər haqqında olan bilgiyə məlumatlanmaq. Bu çox önəmli bir və vacib bir məqam. Mütləq və mütləq ginekoloqun konsultasiyasında olmaq lazımdır. Mütləq lazımdır, Solmaz xanım. Sonra hansı məqamları istəyərdiniz? Məsələn üçün sizin bir həkim olaraq bugün valideynlərə, məsələn, hansı sözünüz, hansı məsləhətləriniz ola bilər? Çünki siz gündə çoxlu pasientlərlə rastlaşırsınız və daha yaxşı bilirsiniz ki, məsələn üçün hansı problemlər daha qabarıqdır. Nələri məsləhət görərdiniz, məsələn, valideynlərimizə, analarımıza? Yəni dediyim kimi, bizim ən çox son vaxtlarda gördüyümüz işte, yəni dediyim kimi bu adət düzənsizlikləri olanda,
Mamaların bu boyda həmən panik olmasına ehtiyac yoxdur. Hər şeyin bir çarəsi var, hər şeyin bir tədavisi var. Dostluq əlaqələri ilə qızlarla olaraq doktora müraciət etsə daha yaxşı olar. Çünki bəzən görürük, mamam getsin mən sizinlə danışım. Mən bunu eləmək istirdim, mama qoymadı. Yəni bu kimi şeylərlə biz çox rastlaşırıq. Çünki mamalar qız uşaqların həyatında çox önəmli bir yerdə dururlar. Yəni bunu unutmayaq. Yəni ananı bir övlad üçün fərqi yoxdur, qız oğlan, amma qız üçünsə tam fərqlidir. Kimsə əvəz eləyə bilməz. Ona görə dost olmalısınız və hər şeydən öncə siz öz qızınızın onun bir qız uşağı olacağını, gələcəkdə bir qadın olacağını dərk etdirərək, onunla yəni dostluq edərək bu müayinələrə baş verməlisiniz. Mən çox sevinirəm ki, siz bu məqama toxundunuz. Çünki mən dəfələrlə bir pedaqoq olaraq müraciət edəndə valideynlərə ki, qızınızla bir rəfiqə kimi olun və sərhəd öz yerində. Biz zaten ana olduğumuzu onlara hiss elətdirməliyik, müəyyən bir yerdə qadağalar qoymalıyıq. Qadağa da deyərkən anlataraq, başa salaraq. Amma rəfiqə olmağımız şərtdir ki, onlar gedib gizlində gedib öz müəllimlərinə, öz rəfiqələrinə və yaxud başqa bir insanlara bunu danışmaqdansa ana ilə danışmaq daha gözəldir, deyilmi? Əlbəttə, bu gözdən qaçılan nüanslar olmasın. Bəli. Çünki həm ana onlara, yəni qız övladına ən yaxın varlıqdır da, düzdürmü? Başqası nə qədər də olsa o dərəcədə yaxın ola bilməz. Həm də elə bir dövrdə yaşayırıq ki, indi bir qədər həmişə ehtiyatını saxlamaq da bəzən görürsən ki, rəfiqəni manipulyasiya da edə bilir, onun hansısa bir belə deyək də bilgisini gedib sonra paylaşa da bilir, bundan sui-istifadə edir. Ona görə də valideynlərimiz bu gün bilməlidirlər ki, yəni onlar qızları ilə həqiqətən də elə bir ünsiyyət forması qurmalıdırlar ki, qız istənilən anda gəlib ona yaxınlaşsın, bildirsin. İnanırsınız, bəzən elə hallarla rastlaşıram ki, 6 aydır və yaxud 7 aydır, aylarla qızda heç bir dediyimiz kimi adət gecikmələri var. Ananın xəbəri yoxdur və anaya bu barədə danışmır. Qorxu var. Ana deyinəcək, ona bildirəcək ki, bu nə deməkdir və yaxud da sən niyə məsələn üçün bunu mənə danışmırsan, demirsən və yaxud yəni ya da ki, neqativ qarşılayır. Bəzən belə də analar olur. Neqativ qarşılayır. Bəzi analar da ümumiyyətlə etinasız yanaşır. Bizim yanımızda bir döngəsən gələndə sual versən ki, neçə müddətdir qızında bu problemlər var? 1 il, 8 ay. Bəs niyə gözləmirsən? Dedim bu yaşda uşağı mən ginekoloq aparım. Etinasız yanaşırlar, görürsünüzmü? Ginekoloqa gedib. Mən də o nüanslara ona görə toxunuram ki, yəni tamam, ginekologiya sahəsi elə bir sahədir ki, qadının özəlidir, hətta gənc ailələrin olsun, bir özəlidir, naməhrəmidir. Onu biz başa düşürük, amma müəyyən yerlərdə utanmadan bu balaca qızlarımız düzgün şəkildə həkimə müraciət etməlidir. Burada da görə bizim mamalarımıza düşür. Bəli, o məqama mən yenə də toxunacağam. Yenə də düşünürəm ki, vallah bu bəlkə də yenə də cahillikdən gələn bir şeydir. Yəni bizdə mən baxın o 2006-cı ildə o sektorda işləmişəm, artıq 20 il üzərindən keçib də o vaxtı da qız uşaqlarını gətirəndə həkimə elə qorxurdular. Analar o qədər onu fərqli şəkildə təbliğ edirdi. Heç kim bilməsin ki, mən qızımı ginekoloqa gətirmişəm, birdən yanlış təsəvvür olar qızım haqqında. Yəni bu qədər mi cəmiyyətin yanaşması bu qədər cılızdırmı? Bu nə dərəcədə doğrudur? Sizin qızınız yoxdurmu? Və yaxud da bu o deməkdir ki, əgər qızı həkimə gətiriblərsə mütləq nəsə onunla baş verirmi? Elə baş verən hadisələrin çoxu da elə bundan qaynaqlanır da. Siz vaxtında ona məsuliyyətsiz yanaşırsınız və nə baş verir? Onlar da öz başına, öz ağıllarına gələn hərəkətləri edirlər və sonucunu biz çəkirik. Biz də yaşamışam. Mən elə gəlir ki, yavaş-yavaş azalır. Burada Mamalar əsas iş nəyin üzərinə düşür? Bax, bizim üzərimizə düşür. Siz bir həkim olaraq və mən də bir pedaqoq olaraq görürsünüz, mən bunun üzərində daha çox dayanmışam. Çünki biz mütləq maarifləndirməliyik ki, gənc qızlarımız da artıq ən azından artıq bunun haqqında xəbərləri olanda onlar artıq valideynlərinə yaxınlaşırlar. Onlar həmin videoları göstərirlər və başa salırlar ki, yəni problem budur və biz bunu mütləq həkimə müraciət edərək aradan qaldırmalıyıq. Və sonra bəlkə də inşallah çox sağ ol da bizə deyərlər ki, ən azından biz bu addımı atırıq. Çünki bugün hər adam cəsarət etmir bu mövzulara toxunmağa. Mənim təbii ki, belə deyək, həm pedaqoq, həm kimyaçı və həm də tibb məsləhətçisi olma mənə icazə verir ki, mən bu mövzulara toxunum. Həm də bu bizim o qədər yaralı yerimizdir ki, yəni gündəlik qarşılaşdığımız o qədər böyük problemdir ki, mən istəmirəm ki, bu problem daha da böyüsün, daha da qabarıq olsun. Ən azından zamanımızı belə alsa, yavaş-yavaş biz bu işlərə başlayaraq artıq genişləndirə bilərik, faydasını görə bilərik. Son məsələ mən istəyirəm
İstəyirdim ki, bir də stress faktoruna toxunaq. Yəni stress faktoru aybaşıda nə dərəcə rol oynayır? Yəni ki, bu siklin olmasında hansı rolu var? Təsir edirmi ona və yaxud hansı problemlər yaradır? O faktora da bir qədər toxunaq, zəhmət olmasa. Yəni stres həyatımızda hər şeyi etkiləyən bir şeydir. Tək sağlıq deyil. Amma sırf stresə bağlı artıq burada ciddi şəkildə bir adət pozulması mı var? Stresə bağlıdır, nə bilim, mənim qızımda hansı, nə bilim, bu gelişimlər olmadı. Bunu tək başına əlbəttə ki, biz stresə bağlaya bilmərik. Amma stres bizim vücudumuzu hər tərəfli etkiləyir sonuçta. Amma hər hansı bir problem yaşayıbsa, mənim qızım stressidir, ya imtahandır indi, imtahan qabağı da stressdir. Ona görə normaldır adət görməməsinə. Biz bunu ona bağlaya bilmərik. O çox gözəl bir məqamı idi. Mütləq. Yəni biz buna bağlaya bilmərik, bunun üstündən əs keçə bilmərik. Mütləq elə müraciət eləməliyik həkimə. Çünki imtahan öncəsi özəlliklə o imtahanlar zamanı qızlarda bu çox stresslər yaşanır və mən nəzərə alsaq ki, mən daha çox 4-cü qrupa olan tələbələrlə, yəni ki, tibb sahəsində elə oxuyan şagirdlərlə məşğul oluram. O qızlarda bu stresslər çox yaşanır və onlar bildirirlər ki, bəzilərində belə hallar baş verir. Demək, siz dediyinizə görə bunu sırf stress faktoru ilə əlaqələndirmək olmaz. Yəni ki, burada digər faktorlar var və çox vacib bir məqamlardan biri də olur ki, Solmaz xanım, qızlarımızda adət olanda bəziləri var ki, ağrı ilə keçirirlər. Mən elə onda da eşitmişdim ki, bu bəzən deyirlər valideyndə necə olursa, anada necə olursa, qızda da elə olur. Bu nə dərəcədə doğrudur? Sizcə doğrudurmu? Və bir də ki, bilirsiniz, işin başqa bir tərəfi də odur ki, bəzən qızlarda belə ağrılar olanda deyirlər ki, evi yoxdur, soyuqlamısan, keçib gedəcək, aspaleniya olmusan. Yəni bu sanki onlarda həmin dediyimiz adəti bir növ xəstəliklə əlaqələndirirlər. Bu xəstəlik deyil, bu təbii ki, qızlarda baş verən normal bir prosesdir. O hara, bu hara, yəni aralarında qətiyyən bir uyumluluq yoxdur. İstəyərdim ki, biraz ona tibbi nöqteyi nəzərdən də, yəni elmi bir akademik izahat verəsiniz. Adət öndəsi sindromlar deyirik də, simptomlar deyirik. Ağrı simptomu, ödem, yəni əlbəttə ki, müəyyən yaşlara görə fərqli ola bilir. Amma bu uşağımızın çox ağrısı var, bu xəstədir, soyuq dəymədir, vaspaleniyadır, belə bir tibbi terminimiz, diaqnozumuz yoxdur. Mamalar rahat olsunlar. Ağrının olması yumurtalarının, uşaqlığının yaxşı işlədiyini göstərir. Yəni ki, bunlar adət öncəsi simptomlardır. Vücudda ödemin olması, yəni ki, ən çox şikayətlərdən biri budur. Ağrıların olması. Bəzən düzdür, ağrı boyuta çatır ki, ağrı kəsici içəcək qədər olur. Amma yəni dediyim kimi, bunun hər hansı bir soyuq dəyməklə, vaspaleniya ilə, yoxsa sən çox qısa geyindin, yox nə bilim, göbək açıq geyindin, uşağın olmayacaq. Məncə bu altını çizək, çünki qızların ən yaralı yeridir. Gəlin qoyaq, qızlarımız rahat geyinsinlər. Sən açıq geyindin, qaynını çöldə qoydun, göbəyini çöldə qoydun, soyuqlayacaqsan və yaxud da belə olmayacaq. Yəni həqiqətən bu əlaqəsi olmayan bir diaqnozunuz yoxdur. Vaspaleniya var, soyuq dəymə, nəyə əsasən görürlər. Çox narahat edici şəkildədirsə, mütləq bir ginekoloqa müayinədən keçmək olar, bir UZI-dən keçmək olar. Yəni məsləhət görülə bilər, amma sırf bunun hər hansı bir soyuq dəyməklə, nə bilim, vaspaleniya ilə, ona görə də əziz valideynlər, qısa giyməklə, açıq giyməklə əlaqəsi yoxdur. Qətiyyən nəzərə alın ki, bunun qətiyyən heç bir elmi əsası yoxdur. Bu sadəcə bir uydurmalardır. Ona görə də belə bir şeylərə uymağa ehtiyac yoxdur. Soyuq yerdə oturdun, nə bilim, soyuq havada çox qaldın. Heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yoxdur. Solmaz xanım, bir məqama da toxunmaq istərdim ki, məsələn belə adət zamanı bəzən olur ki, valideynlərimiz türkə çarələrə yer verir. Məsələn ki, dədə-baba vaxtından biz belə bir otu qəbul edəndə və ya çay dəmləməsini içəndə bu bizim iltihabı götürür, bu sənin aybaşva düzələcək, yaxşı olacaq. Siz buna necə yanaşırsınız? Yəni tibbi nöqteyi nəzərdən necə qəbul edirsiniz bunu? Yəni çox xətirlənə dəymədən deyə, əlbəttə ki, bunların bir əhəmiyyəti yoxdur. Nə bilim, hər hansı bir ot çaylardır, nə bəzən deyirlər, isti bağla, sarı, nə bilim, qrelka qoyan var, nə var. Vallahi bunların heç birinə gərək yoxdur. Amma dediyimiz kimi, yəni biz fayda sağlamaq istəyiriksə bu gənc qızlarımıza ki, düzgün adət görsünlər, düzgün gelişimlər olsun. Eyni zamanda da oğlan uşaqlarımızda, biz həmişə qız uşaqlarına toxunur, amma oğlan uşaqlarımızda da bu hormonal dəyişikliklər olur. Sadəcə sağlıqlı həyat tərzi vermək lazımdır. Sağlıqlı qidalar, çox şirniyyat yeyirlər, çox fast-food qidalardan istifadə edirlər, çox qızartma yeməklərdən istifadə edirlər. Bunların hamısını həyatdan çıxartmaq lazımdır. Meyvələrdən düzgün istifadə etməlidirlər və meyvələri həmişə vurğulayıram. Mövsümə uyğun olaraq yemək lazımdır. Nə bilim, qışda yay meyvəsini, yayda qış meyvəsini yeməyə, çünki bunlar hamısı hormondur və bunların hamısı ilə o qədər təsir eləyir
qız uşaqlarındakı bu adətlərə, gelişimə o qədər təsir edir. Mütləq uşaqlarımızın həyatında oğlan, qız fərq etmir. Bir idman növü olmalıdır. Yürüyüşlər etməlidirlər. Bol-bol adi su içməlidirlər. Yəni biz bunlara valideyn olaraq özümüz də evdə diqqət edəndə uşaqlar da yəni alışır. Görürəm çox qızartma yeməklər verirlər. Məsələn, bunlara gərək yoxdur. Amma uşaqlar nə bilim ağardıcı məhsullardan çox istifadə etməlidirlər. Protein tərkibli, buna yumurtadır, ətdir. Yəni bol-bol bunlardan yeyə bilərlər. Mümkün olan qədər qidaları qızartma şəklində deyil də, soyutma şəklində evdə bişirib uşaqlara versək daha yaxşı olar. Bəli, sırf dietik nöqteyi nəzərdən Yəni düzgün dediniz. qidalanma. Çünki həqiqətən günümüzdə qidalanmanın o qədər çox önəmi var ki, çünki həddindən artıq yayılıb. Bu çox gözəl bir mövzudur. Əslində mən gələcəkdə buna da bir kimyaçı olaraq toxunmaq istəyirəm. O qədər zamanımız yoxdur ki, hətta bildiyim qədərilə Instagram səhifəmdə kimya dolu bir həyat bir kontentini yaratmışıq, amma orada mənim zamanım yoxdur ki, həmin bu mövzulara toxunum. Yəni qida ilə bağlı. Çünki bilirsiniz ki, sırf kimyadır bunlar hamısı və mən özüm də mütəmadi olaraq dediyim kimi dərsliklərdə də zaten bunlara toxunulduğu üçün mütəmadi olaraq bunları aşılayıram. Gənclərə, uşaqlara bildirirəm ki, qidalanmamıza düzgün diqqət eləməliyik, yediklərimizi. Məsələn üçün meyvələr liflərlə çox zəngindir. Bəli, bəli və meyvə suları Peristatika'nın- deyil, meyvənin özünü qabıqlı şəkildə yesinlər. Bəli. Bu təzə çəkilmiş meyvə sularının şirələrini bunu vurğulayan heç bir faydası yoxdur. Bəli, bunu dəfələrlə Heç bir bildiririk. Çünki faydası yoxdur. Meyvələri qabıqlı şəkildə şirə halına yeməlidirlər. keçəndə hüceyrələr artıq orada məhv olur. Yəni o bunun içilən faydası. şirə o meyvənin tərkibində olan fruktozadır. Ya sadəcə biz yüksək dozda bir şəkəri uşağımıza veririk. Qoyun meyvələrin hamısını qabıqlı şəkildə yesinlər. Hətta biraz da kimyasına getsək, bəzi şirələr var ki, ümumiyyətlə kimyasal qatqıdırlar. Orada ümumiyyətlə meyvə şirəsindən heç bir əsər əlamət yoxdur. Və mən belə dediyimiz zaman uşaqlar bəzən deyir ki, müəllimə biz onda mağazindən heç nə almırıq. Bunlar yanlış Heç nə bilən almıyor. doğrulardır. Bəli, Düşünün, təzə heç nə çəkilmiş meyvə almıyor. şirəsi ən faydalıdır, ən zərərlisidir. Çünki bir kimyaçı olaraq mən həqiqətən də belə deyək də alış-veriş etməyə getdiyim zaman mütləq onun tərkibinə baxmalıyam ki, onun tərkibində hansı qatqılar var, hansı antioksidantlar var ki, bu çox önəmlidir bizim orqanizmimizdə gələcəkdə Qazlı müxtəlif içəcəklər də çox qazlı zərərlidir. içəcəklər də çox Adlarını zərərlidir. çəkməsək də indi var. Enerji içkiləri çox zərərlidir, çox O zərərlidir. çox ayrı bir mövzudur. Biz ona çox tükətirlər. mütləq Bir də imtahan qabağı uşaqlar, qızlarımız da, oğlanlarımız da içirəm o yaxam çox zərərlidir. Mamalar buna diqqət eləsin. Yəni valideynlər buna mütləq diqqət eləməlidir. bilirsiniz, o içkilərin o qədər güclü bir belə deyək də reklamı gedir ki və onlar özləri də bilmədən onu alırlar, Biz də amma işte içərisində olmamanın reklamını güclü eləyirik. bəli, onların içərisində olan o kimyəvi maddələrin nə qədər onlara ziyan vurduğunu, hətta gələcəkdə gen mutasiyasına səbəb olur. Bir çox leykoz xəstəliklərinə səbəb olan maddələr var içərisində, onların fenol tərkibli və s. Mən dediyim kimi bu gün mən uşaqlara sırf onun həmin kimyasını anladıram ki, yəni onlar həqiqətən də nə ilə gələcəkdə qarşılaşdığını bilsinlər. Çünki qabaqlarına fakt qoyduğumuz zaman onlar həqiqətən də diqqətlə onu qəbul edirlər və müəyyən demək artıq yol vermirlər, səhvlərə yol vermirlər. Olmaz ki, bütün bu dediklərimizi yekunlaşdıraraq son olaraq nə tövsiyələr verə bilərsiniz, nə deyə bilərsiniz şagirdlərimizə, gənclərimizə, valideynlərimizə tövsiyələriniz nədir? Özümüzün yekun olaraq gənclərə nəyi məsləhət görürük və eyni zamanda da valideynlərə. Heç bir şikayətin olmasını gözləmirik. İldə bir dəfə tibbi check-updan uşaqlarımızı keçiririk. Qız, oğlan fərq etmir. Utanmadan qız uşaqlarımızla ginekoloqa müraciət edirik. Bu yəni şikayət olması üçün yəni gözləməyə ehtiyac yoxdur və sağlıqlı həyat tərzi verək, gənc uşaqlarımıza sağlıqlı qidalanma verək. Burada valideynlərə çox əlbəttə ki rol düşür. Sağlıqlı vücudda sağlıqlı həyat olur, sağlıqlı ruh olur. Təşəkkür edirəm belə gözəl, səmimi söhbətiniz üçün Solmaz Əgim. Çox sağ olun. İnşallah növbəti podkastlarda da daha vacib məsələlərə də yenə İnşallah sizinlə birlikdə toxunarıq. Minnətdaram. Çox sağ olun. Mən də təşəkkür edirəm dəvətiniz üçün. Buyurun, xoş Sağ olun. oldu.